Salam, salam izləyicilər. 2025 20 aprelə düşmüş 9-cu sinifin buraxılış suallarının izahına baxaq. Hər bir rəqəmdən bir dəfə istifadə etməklə alınan ən böyük rəqəm və ən kiçik rəqəmin fərqini soruşur. Ən böyük rəqəm üçün başlanğıc olaraq 9, 7, 6, 5, 3, 1. Ən kiçik rəqəm isə 1, 3, 5, 6, 7, 9. Bunların fərqini soruşur. Fərqi 2, 5, 8, 0, 4, 8. Deməli, birinci suala düzdür A variantı, yəni uyğun gəlir. Sual 2. İrasional ədədlərdən hansı 3-də 1-dən kiçikdir? 3-də 1-in kvadratını tapıram. 9-da 1. Digər ədədlərdə kvadratı yüksəldirəm ki, kökdən azad olum. 6-da 1, 2-də 1, 15-də 1, 5-də 1 və 3-də 1. Deməli, ən kiçik olan 15-də 1-dir. Burada deməli, ilk öncə 0,25-dən kök çıxarım. 0,25-dən kök 0,5 çıxır. 16-dan kök 4 çıxır. 36-dan kök 0,6 çıxır. 0,5-i 4-ə vururam 2, 0,6-ya vururam 1,2. Çoxluq sualı maraqlı suala oxşuyur. İstənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərdən hansı deyil? A ilə A-nın kəsişməsi zaten A verir, bu doğrudur. A ilə B-nin birləşmənin alt çoxluğu ola bilər, bu da doğrudur. E variantı B ilə C-nin kəsişməsinin alt çoxluğu ola bilər. Buna diqqət eləyərik, bunu sona saxlayaq. A ilə birləşmə, A ilə B-nin kəsişməsi bizə A çoxluğunu verə bilər, düzdür. İndi məsələn, A çoxluğun və boş olmayan ABC çoxluğu münasibətlə hansı doğrudur? Deməli, biz burada A çoxluğun, məsələn, ikinci variantına görə 1, 2 götürsək, B çoxluğun 2, 3 götürsək, C variantı ödəyir. Çünki bu çoxluqlar üçün müəyyən bir şərt qoyulmayıb. E variantında B daxildir, B ilə C-nin birləşməsinin alt çoxluğudur. Məsələn, B çoxluğunu götürərəm 2, 3. C çoxluğunu götürərəm 3, 4. Bunların kəsişməsi bizə 3 verər. Və kəsişmə 3, B bunların alt çoxluğu ola bilməz. Deməli, doğru olmayan variant E variantıdır. Sonra sual 61. Kubun tilini 1 vayt artırsaq, onun həcmi 19 vayt artar. Bu kubun tilini tapın. İndi burada bəzən uşaqlar tənliklərlə gedir. Məsələn, kubun belə desək, həcmi müəyyən bir ədədlərin kubudur. Məsələn, 1-in kubu elə 1-dir, 2-nin kubu elə 8-dir, 3-ün kubu isə 27-dir. Burada maraqlı olan budur ki, bunlar arasında fərq 19-dur. Deməli, kubun tili 2 olmalıymış ki, 1 artanda 3 olacaq və kublar fərqi 19-a gələcək. Daxili bucaqların cəm düsturu 180 n-2-dir. Bu bizə 1800-ə bərabərdir. Hər bir ədəd 180-ə bölsək n-2 10 olar, n də bərabər olar 12. Velosipedçi 24 km sürətlə gedirək müəyyən məsafəni 1,5 saata qət edir. Bütün məsafəni tapmaq üçün 24-ü vururuq 1,5-ə. Bu eləyir 36. Velosipedçi həmin yolu 18 km sürətlə 36-na bölərəm 18-ə. Buradan da qalar 2. A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4 açıq 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Əgər 3A plus 19 böyükdür deyə 4 açıq 18-i 3-ə vururam. Buradan 3A plus 9 vursam 12A çıx 54-ə. 3A-dan 12A çıxaram mənfi 9-a. Müsbət 9-u mənfi 54-ün yanına keçirərəm 63. Buradan da A bərabər olar 7-yə. Bu kvadratlar fərqinə görə 65 bir dəfə olacaq 10 çıx 8. Bir dəfə olacaq 10 plus 8. Məxrəcdə də 18. Burada qalacaq
2, burada qalacaq 18. 18-lər də ixtisar gedəcək. Cavab olacaq 2. Dairəvi diaqramda universitetin tələbələrinin fakültə üzrə ehtimallar göstərilmişdir. Hansı hadisənin baş vermə ehtimalı daha çoxdur? Baxaq, tutalım ki, özümüz üçün tələbələrin sayını 100 qeyd etsək. Burada bunların təbiət elmlərinin fakültəsi 39%-dir. Ona görə təbiətə 39 şagird qalır. Riyaziyyat 21%-dir, riyaziyyata 21 şagird qalır. Sosial elmlərə 26 şagird qalır. Digər iqtisadiyyata isə 14 şagird qalır. Riyaziyyat fakültəsinin tələbəsi seçilməlidir. Xeyr, riyaziyyatda 21 şagirddir. Amma ən çox şagird hal-hazırda təbiət elmlərindədir. Təbiətin üstün olması şərtdir. İqtisadiyyat fakültəsində faizi azdır. Burada bir də İqtisadiyyat fakültəsi ilə tələbəsi ilə riyaziyyat və ya riyaziyyatın fakültəsinin tələbəsi seçilmişdir. Burada da iqtisadiyyatdan riyaziyyatın sayı yenə sonuc olaraq təbiət elmlərinin keçmədiyinə görə təbiət elmlərinin fakültəsinin ehtimalı daha böyükdür. Burada uşaqlar hər şeydən əvvəl birinci əmsallara diqqət yetirməsəz də siz cavab ala bilərsiniz. Burada A-ların üzəri -5 və 4-dür. Toplayanda olur A üstü -1. B-lərin üzəri 6 və 4-dür. Toplayanda olur 2. Buranda üstlər cəmlənir. C-lərin üzəri olur -2. Bu şərti ödəyən yeganə bir variant var ki, o da D variantıdır. Bununla rahatçılıqla cavabı tapa bilərsiniz. Əmsallara baxsaq, %36-nı vurarıq. 2,9-dur 2, yəni 9-da 20-yə. Burada ixtisarlar apararıq 4, burada 1, burada 5, 5-də 4 olaraq da cavabı qeyd edə bilərsiniz. Radius 7,5-dirsə, diametr 2 dənə radiusa bərabər olduğu üçün 2 vur 7,5, yəni 15 olaraq qeyd olunur. O, y oxu ilə kəsişirsə, y ilə kəsişəndə x 0 olur. X-in yerinə 0 qoysam, onlar 4-ün kvadratı plus y-in kvadratı 52-dir. Buradan y kvadratı 52-dən 4-ün kvadratı 16-nı çıxsam 36 qalar. Y də bərabər olar plus minus 6-ya. Bu da bizə y-imiz 6 olan B variantında verilmişdir. 70-də 4x gənclər ortaq 4x kvadratı çıx 3x bərabərdir 0-a. Buradan x-i ortaq vuruq çıxarsam 4x çıx 3 qalar bərabərdir 0-a. X bərabərdir 0-a. 4x çıx 3 bərabərdirsə 0-a. X bərabərdir 4-də 3-ə. Burada məxrəclər müxtəlifdir gənclər. Məxrəcləri bərabərləşdirsək, məxrəc olar x plus a, x minus a. Birinci sürəti digər məxrəcə vursam, olar a x çıx a. Çıxılsın, a-nı vuraram x plus a-ya. Məxrəcim verər bizə x kvadratı çıx a kvadratı. Bunu vurub açsam a2 çıx a kvadratı çıx a2 çıx a kvadratı. Buradan gənclər a2-lərim gedər. Mənfi 2a kvadratıdır. Mənfidən azad olmaq üçün çox güman ki, məxrəcin yerini dəyişəcək. Olacaq sürət müsbət 2a kvadratı. Məxrəc isə a kvadratı çıx x kvadratı. Bu da A variantındadır. Maraqlı bərabərçilik sualıdır. Bərabər sualın həlli üçün məxrəcdən azad olmağımız şərtdir. Bunun üçün hər bir həddi 4-ə vururam. 4-ə vursam olar 6x çıx 3. 4-ə vursam 16x çıx 20. Buradan gənclər 6x-dən 16x çıxaram. Mənfi 12x kiçikdir. Mənfi 3 20-nin yanına keçirərəm. Mənfi 17. Hər bir həddi mənfi 10-a bölsəm x böyükdür 1,7-dən. Mənfiyə böləndə işarə dəyişir. Bu şərtin ödəyən ən kiçik tam ədəd 2-dir. Məktəbdəki rəngli ağ-qara çap olunan bir vərəqin qiymət cədvəli verilmişdir. Bu belə. Elnur bu məbləğin 5-də 1-ni ağ-qara, qalanını rəngli çap olmaqla cəmi 400 vərəq çap etdirdi. Buna görə mətbəyə neçə manat ödəməlidir? Deməli, rəngçilərin 1-dən 1500 vərəq qədər çapın qiyməti 0,6-dır. 1500-dən çox vərəq isə 0,45-dən hesablanır. Elnur bu mətbədə 5-də 1-i ağ-qara, qalanı rəngli olmaqla cəmi 4000 vərəq çap etdi. Deməli, bu 4000 vərəqin
5'də 1-i ağ-qaradır. 4000-in 5'də 1-ini tapanda eləyir 800. Yerdə qalan 3200-dür. Deməli, bu 800-ün ağ-qaradırsa, əgər ağ-qara 1-dən 1500 vərəq arasındasa 0,35-ə vurulur. 800-ü vuruq 0,35-ə. Bu da sıfırlara görə 8 vur 35 qalır. Bu da elədi 280. Daha sonra qalan rəngli çap olunmaqla 3200-dür. Rəngli əgər 1500-dən çoxdursa 0,13-ə vurul 0,45-ə vurulacaq. Deməli 3200-ü də vuracaq 0,45-ə. Burada yenə sıfırların sayına görə eləcə qalacaq 32 vur 45. 32-ni 45-ə vuranda deməli 2 dəfə vuranda 90, 16-dan 90 vuranda eləyir 1440. Bunların cəmi bizdən soruşurdu. Deməli 2x çıx y tənliklər sistemində bunları alt-alta toplayanda olur 3x 21-dir, x 7-dir, x 7-dirsə x plus y-in 12 olduğundan y-də 5-dir. Hasilini soruşur 35. Avtobusda 30 nəfər sərnişin var idi. İkinci dayanacaqda 7 nəfər düşdü. Adi tənlikdə 30-dan 7 çıxdıq, 9 nəfər mindi deyə cəmlədik. İkinci dayanacaqda 14 sərnişin düşdü və 4 nəfər mindi. 30-dan 7 çıxıram 23, üstünə 9 gəlirəm 32, 14 çıxıram 18, üstünə 4 gəlirəm 22. ABCD parçaları deməli Y nöqtəsində kəsişir. Şəkili çəkək. Budur. Deməli, BY 6 nisbətindədir. BY olacaq deməli 6x. YD 4 nisbətindədir. YD olacaq 4x. Daha sonra AD 9 nisbətindədir. Olacaq 9x. ADY üçbucağının perimetrini soruşur. ADY üçbucağının Y nöqtəsində kəsişərək yarıya bölünürlər. Y nöqtəsində kəsişirsə burada 4x-dir, onda burada 6x-dir. Və gənclər perimetr 38 isə ADY üçbucağının perimetri 9x, 6x, 4x, yəni 19x bərabərdir 38-ə. Buradan x bərabərdir 2-yə. Bu üçbucaqlar uşaqlar belə deyək, nisbətləri eyni deyə buranın da 9x olması şərtdir. Ona görə olacaq 9 vur 2, bu da olacaq 18. Bu paralel oxşar üçbucaqlardır. Oxşar üçbucaqlara görə buranı da 3 verir, burada 3-dür, burada 9-dur, burada x-dir. Paralel tərəflərin nisbətləri bir-birinə bərabərdir. 3-ün 9-a, x-in və bütöv tərəfə x plus 3-ə. Çapraz vursaq gənclər 9x bərabərdir 3x plus 9-a, 6x bərabərdir 9-a, x bərabərdir 1,5. Ətraflı suallardır. Baxaq ətraflı suallara, daha çox bal verən suallardır. Bir ədədin 25%-i digər ədədin 50%-nə bərabərdir. Yəni, bir ədədin 25%-i x ədədin 25%-i digər ədədin 50%-nə bərabərdir. Y vur 50-yə. Deməli, gənclər, bunu səlqəyə saxlaq. Məxrəclər 100-dür deyə heç bir önəmi yoxdur. Deməli, x vur 25, y vur 50-dir. 25-i ixtisar aparsaq, x bərabərdir 2y-ə. Bu ədədlərin fərqi 60-dır. Yəni ki, x çıx y bərabərdirsə 60-a. Gətirib burada x 2y yerinə qoysam, olar 2y çıx y bərabərdir 60-a. Y bərabərdir 60-a. X 2y olduğundan olur 120. Deməli, bu ədədlərin cəmi soruşur. 60 və 120 bu ədədlərin cəmi olacaq 180. Daha sonra sual 79. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulu və xərclədiyi pulun miqdarı göstərilən qrafik aşağıda verilmişdir. Elnurun pulu neçə günə bitər? Deməli, Elnur pulunun miqdarı 0-dan 150-dir.
və bunlar 15 günə Elnurun pulu deməli nə qarı bərabərləşib. Belə bir təhlil qurarıq ki, Elnur günə eyni miqdarda pul xərcləyirsə. Elnur deməli 0-dan 15 günə gələndə olub 15x. Bu bunun puludur. 150-dən də xərclədiyin çıxıram. Bu da 15 günə 150-dən də 15x qədər pul xərcləyir. Deməli bunlar bir-birinə bərabərdir. Göndərirəm sağa, olur 30x bərabərdir 150-yə, x bərabərdir 5. Deməli Elnur günə 5 manat pul xərcləyir. Elnurun pulu neçə günə bitər? Elnurun ümumi pulu 150-dir və günə 5 manatdan xərcləyəndə 5-ə bölürəm. Elnurun pulu 30 günə bitər. Daha sonra baxaq 80-cı suala. 80-cı sualda bucaq A-nı verib, 150, bucaq B-ni verib, D1, D2-yə paraleldir. Adətən həndəsən əsas anlayışlarında bunu şagirdlərə düstur olaraq öyrədirlər və bunun açıq sual həlli tələb olunan düşəcəyini düşünmürlər. Ona görə şagirdlərə həmişə bu sualın həlli ilə yazdırmaq lazımdır. Bura 100 dərəcədir. Deməli, burada əsas rol D1 və D2-dir və hər zaman şagirdlərə dediyimiz kimi D1 və D2 paralellərini uzadın. Bura 100-dürsə, bunun çaprazı da 100-dür. Bunun qonşusu da 80-dir. Və bura 50-dir. 80 50-dən 130-dan burada 50 qalır. Bizdən 50-nin qonşusunu soruşur. 50-nin qonşusu olacaq 130. Tərəfi 8 olan ABCD kvadratının S1-in S2-yə nisbəti 9-da 1-dir. Yəqin ki, bu şəkili S1-in S2-yə 9-da 1 olduğu üçün bu üçbucaqlar bir-birinə oxşar üçbucaqlardır. Və bunların deməli, əgər sahələr nisbəti 9-da 1-dirsə, tərəflər nisbəti isə, yəni hipotenuzların nisbəti 1-in 3 olacaqdır. İndi həmin belə düşünsək, deməli, həmin üçbucağı burada çəkək. Gənclər, həmin üçbucağa görə bu bir kvadratdır və bunun diaqonaldır. Bunun müəyyən bir hissəsi bir üçbucağın hipotenuzudur, digər müəyyən hissəsi də digər üçbucağın hipotenuzudur. Deməli, bunların hipotenuzlar nisbəti oxşar üçbucaqlar olduğu üçün hipotenuzlar nisbəti sahələr nisbətinin kökü ilə uyğun gəlir. Yəni, əgər 9-da 1-dirsə kök alsaq, onlar 3-də 1. Deməli, müəyyən bir hissəsi S1-in x-dir, müəyyən hissəsi isə 3x-dir. Və burada tərəf 8-isə kvadratın diaqonalı 8 kökdə 2-dir. Diaqonal bütöv 4x 8 kökdə 2-dir. X-ə isə qalır 2 kökdə 2. Qısaca x-imiz 2 kökdə 2 olacaq. Bizdən soruşduğu nədir? S2-ni soruşur. Əgər belə deyək ki, diaqonalın biri 2 kökdə 2-dirsə, onda həmin diaqonal x 2 kökdə 2-dirsə, onda ikinci üçbucağın sahəsinin diaqonalı isə olacaq, yəni bu hissə olacaq 6 kökdə 2. 6 kökdə 2-dirsə, deməli, tərəflərinə 6 qalır. Çünki düzbucaqlı üçbucaqdır və tərəflərinə 6 qalacaqdır. 6, 6-dan sahənin 18 olacağını, yəni düzbucaqlı üçbucağın sahəsi 6 vur 6 bölü 2-dən 18 olacaq. Bu qədər uşaqları biraz tələsik oldu. İnşallah ki, bəyənərsiniz.